Salam əziz dostlar, gəlin birlikdə bir dənə isbat məsələsinə baxaq. Bizə deyir ki, radius bərabərdir, tərəflərin hasili bölünsün 4 isə. Əvvəlcə bir dənə dairə çəkək, yəni çevrə. İçinə üçbucaq çəkək. Üçbucağın oturacağı həm də olsun diametr. Burada hündürlük çəkirik. Bura alfa adlandıraq. Bura tərəflərə də ad verək. Biz bilirik ki, radius diametrin yarısına bərabərdir. Və sahə düsturu. Sahə bərabərdir. 2də 1 A yox, 2də 1 BS sinüs alfa. Sinüs alfa. Daha sonra diametr özü də A bölü sinüs alfadır. Gəlin bu düsturda, baxın bu düsturda diametrin yerinə A bölü sinüs alfa yazaq. Radius bərabərdir A böl 2 sinüs alfa. Gəlin yuxarını da BC-yə vuraq, aşağını da BC-yə vuraq ki, sahə düsturunu əmələ gətirə bilək. Yuxarını BC-yə vururuq. Daha doğrusu aşağını BC-yə vururuq. Aşağını BC-yə vurduğumuz üçün yuxarını da BC-yə vurmaq məcburiyyətindəyik. Vurmasaq səhv olacaq. B sinüs alfa. Baxın, aşağıda 4 dənə S əmələ gəldi. Çünki bunu biz 2də 1 BC sinüs alfanı 4-ə vursaq 2 BC sinüs alfa verəcək. Onda aşağıda 4 S-dir. Yəni buradan çıxır ki, radius bərabərdir ABC böl 4 S-dir. Görürsə, axırda yenə eyni düstur alındı. Biz düsturu artıq sübut eləmiş olduq. İsbat elədik. Bu da bir isbat məsələsi idi. Bu qədər.